Birinci salam, hörmətli tamaşaçılar. Bilirsiniz, Azərbaycanda biz düşündüyümüz kimi deyil. Mən məsələn elə bilirdim ki, məsələn müharibə gedir də bizim ölkəmizdə. Aprel döyüşlərində mən elə bilirdim ki, ziyalılar birinci cavab verəcək. Amma yox. Mən o cəmaatı, bizim xalqımızı, ziyalısını demirəm. Onlar birinci, hamıdan qabağa düşdülər və onlar hamısı müharibə getməyə istədilər. Deməli, bizim xalqımız daha üstün fəaliyyətdədir, nəinki ziyalılar. Ziyalılarımız xalqımızdan geri qalır, deyərdim mən belə düşünürəm mən. Digər tərəfdən, son zamanlar, bax bu münaqişələr, məsəl üçün, 8-ci sinif şagirdi öz tələbə yoldaşını bıçaqlayıb. Məsələn, olur ki, ailə münaqişələri var. Bunların çox səbəbləri var, açıq deyirəm. Səbəblərindən biri də, məsəl üçün, birinci ailə tərbiyəsinin çox böyük rolu var, xanım burada. Məsələn, o uşaqları biz müzakirə eləsək, niyə bıçaqlayıb? Özü də film bıçağı, bu boyda bıçaq gəzdirir bu adam. Çox güman ki, onun arxasında o kimlənsə birləşib, təkcə özünün deyil bu bıçaq və bir neçə nəfərindir. Bunlar çox, mən qorxuram onun, hələ o uşağın gələcəyindən də qorxuram ki, o uşaq gələcəkdə narkoman da ola bilər. Bilirsiniz, son zamanlar deyəndə hər millətdə var bunlar, elə bilmir təkcə bizim, hər dövlətdə var, bilmir bizdədir, hər yerdə ola bilən şeydir. Bu münaqişələrin çoxunun səbəbi kasıbçılıqdır. Pul çatmamazlığıdır ailədə. Eləsi də var ki, nə bilim, qadınla kişi arasında münaqişələr var, boşanmalar var. Bunlar tamam bambaşqa şeylərdir. Onlar çoxu ailədə deməli, maddi cəhəti çatmamazlığı, mənəviyyətin pozulmasına səbəb olur, xanım. Yəni, maddi cəhət əvvəllər də yox idi də, Rəşid müəllim. Deyək ki, 41-45-ci illərdə insanlar bir qarnı aç, bir qarnı tox yaşayırdılar. Ya ondan sonraki 50-ci illərdə də. Sanki indi hər şey var, ərzaq da bolluğu da var. Biraz pul da var, nisbətən var. Amma biz daha təcavüzkar olmuşuq, aqressiv olmuşuq. Tamam doğru deyirsiniz. Sovet dövründə insanları bir dönəmdə birləşdirmişdilər. İnsanlar heç bir dövləti görmürdü, heç bir xarici alimin əlaqəsi yox idi, belə kompüter sistemi yox idi. Bunlar heç asıl yox idi. Xaricdə nə baş verir insanlar bilmirdilər. Elə burada nə var onu görürdülər. Ona görə də o dövrdə hamı bir qınaq var idi. İctimai qınaq var idi. Qınaqdan qorxardılar, utanardılar, çəkinərdilər. Bir dövlətçilik vardı, dövlətdən qorxurdular, polisdən qorxurdular. İndi bilirsən, dünyaya açılıb, virtual bir həyat yaradı. Hamı hər ilə məşğuldur. Hamısı kompüterlə məşğuldur. Bilirsən, hamı dünyadan xəbəri var bu saat. Ona görə də görür ki, dünyada bu baş verir, bizdə bu yoxdur. Niyə yoxdur? Başlayırlar nəticədə o yoxun dalınca. Məsələn, başqa ölkələrdə fikir verilən, özü uşaqların tərbiyəsində də düzgün yollar göstərmir. Oyuncağından tutmuş uşağın, mən açıq deyirəm, oyuncaq alırıq biz uşağa. Oyuncaq hamısı, uşaqların hamısı avtomat istəyir, pistolet istəyir. Özü parta işığı yansın, görünsün, dağıtsın. Oğlan uşaqları xüsusən. Yəni, buradan da ona görə aqressiv böyüdürük biz uşaqları. Mülayim, həlim, tərbiyə verməyi bacarmırıq bəzən, çox vaxtı evlatlarımıza. Siz düz deyirsiniz, indi insanların maddi cəhətdən də vəziyyəti əvvəlkindən qat-qat yaxşı idi. Amma indi, bilirsiniz, tamam dünya dəyişib. Dəyişib, özü də insanların qidası da dəyişib indi. Mən açıq deyirəm, yediyimiz qidalardan da çox şeylər var. Məsələn, bizə yeni dəyişilmiş qidalar gəlir. Düzdür, bizim dövlətimiz sağ olsunlar. Mən neçə dəfə televizorda bu barədə çıxış elədim və yeni dəyişilmiş toxumların bizim ölkəmizə gəlməsinin qarşısını alsınlar. Və bu barədə sərəncamı da var prezidentin.
Amma yenə də görürsən ki, yeni dəyişilmiş meyvələr, yeni dəyişilmiş qidalar Azərbaycana gəlir. Təbii ki, bizim